Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Orta Asiya məşvərət formatına tam hüquqlu üzv olmaqla Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Trumpın iştirakı ilə və onun imzası ilə birgə bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra əməli praktiki addımlara keçdi. Ermənistana bugün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Həyatda çalış tək özü üçün deyil, həm də digərləri üçün faydalı olasan. Qədim zamanlardan əcdadlarımızdan bizə gələn bir tövsiyə. Və demək olar ki, o həm də bizim müasir dönəmdə çox vacib rol oynayan bir prinsipə çevrildi. Və Azərbaycan dövlətinin siyasətində də məhz bu fundamental prinsip demək olar ki, bir çox şeylərin həllini təmin eləyir. Və biz həqiqətən də Azərbaycanın faydalılıq əmsalına diqqət etirsək, görərik ki, elə layihələri Azərbaycan həm təklif edib, həm də həyata keçirib ki, onlardan onlarla məmləkətlər fayda əldə edirlər. Və təbii ki, bu prosesdə də Azərbaycanın xidmətləri dünyada yüksək qiymətləndirilir. Salam, hörmətli tamaşaçılar. Bilirsiniz ki, dünənləri Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri baş tutdu. Bu çox məhsuldar səfər oldu. Digər tərəfdən də dünya mediasının mərkəzindədir bu mövzu və həm də səfərin özü çox yeni çalarlarla, yeni elementlərlə diqqət çəkir. Yəni, faktiki olaraq strateji əməkdaşlığın təməli qoyulub və çərçivələr müəyyən edilib və ən əsas məqamda göstəricidə odur ki, burada təkcə kommunikasiyalar, enerji faktoru deyil, bir çox sahələrdə, strateji əhəmiyyətə malik sahələrdə artıq bizim ümumi planlarımız var, hədəflər müəyyən olunur və biz yeni perspektivlərdə özümüz güzəcəyik. Bugünkü proqramımızda bu məsələyə biz yenidən dönürük, çünki həqiqətən də məhsuldar bir hadisə haqqında danışırıq və mənim həmsöhbətlərim Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişi. Mən sizi bir daha salamlayıram, xoş gəlmişsiniz. Təbii ki, biz elə söhbətimizdə Prezident İlham Əliyevin dünənləri mətbuata açıqlamasından bir fraqmenti təqdim etdik və onun elə məğzində, münasibətin özündə də bir çox məqamlar açıqlanır ki, Azərbaycan dövləti həqiqətən də Avropa İttifaqı üçün, Avropanın bir nömrəli iqtisadiyyatı olan Almaniya üçün çox faydalı rol oynayır. Və bu elə belə bir, belə deyək, ələ gələn nəticə deyil. Bunun arxasında böyük fəaliyyət durur, bunun arxasında böyük nəticələr durur və təbii ki, onlar tək bizim tərəfdən deyil, həm də bizim tərəfdaşlar tərəfindən də bitdə-bitdə öyrənilib, nəzərdən keçirilib və onların da dəyərləri verilir. Azam müəllim, bax, faktiki olaraq belə bir də mənfum var ki, yəni bu səfər çərçivəsində Azərbaycan yeni söz dedi. Çünki həqiqətən də bizim sözümüzü dinləyirlər. Almaniyanın prezidenti Steinmeier, sonra kansler Merz çox diqqətlə həm Prezident İlham Əliyevi dinlədilər. Digər tərəfdən də açıqlamalarda da biz gördük ki, faktiki olaraq yeni bir arxitektura düzülür. Bax, o yeni sözün semantikasına istəyirəm siz bir qədər aydınlıq gətirəsiniz. Çox sağ olun Tofiq müəllim. Həqiqətən də Cənab Prezidentin Almaniya səfəri və səfər çərçivəsində həm qarşılanma mərasimi, həm Cənab Prezidentin iki tərəfli formata keçirdiyi görüşlər, mətbuata verdiyi bəyanatlar və nəhayət imzalanan çox vacib tarixi sənədlər hesab edirəm ki, sözün əsl mənasında həm Azərbaycanla Almaniya arasında, həm də Azərbaycanla Avropa İttifaqı arasında yeni üfüqlər açır. Bu şübhəsiz ki, tarixi bir səfər oldu və şübhəsiz ki, bu Azərbaycanın
Avropa tərəfindən və dünyanın ən böyük iqtisadiyyatlarından biri olan, Avropanın 1/4 üdeyiminə, 5/1 üdeyiminə sahib olan bir ölkənin Azərbaycanın verdiyi çox böyük bir dəyər idi, siyasi dəyər idi. Bu həm də onu göstərirdi ki, Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etibar çox yüksək səviyyədədir. Xüsusilə siz fikir verdinizsə, məsələn, siz cənab Steinmeierlə cənab prezidentimiz arasında olan görüşü xatırlatdınız. Steinmeier bir çox məsələlərə toxundu, amma toxunduğu məsələlərdən biri də buydu ki, həm Azərbaycan, həm Almaniya bugün sabitlik adasıdır. Baxın, Azərbaycana verilən dəyər nədən ibarətdir? Almaniyanın müqayisə olunur və Azərbaycan doğrudan da illər ərzində həyata keçirdiyi sabitliklə bağlı, sülh və təhlükəsizliklə bağlı həyata keçirdiyi bütün işlər burada qeyd olunur. İkinci bir tərəfdən cənab deməli Friedrich Merzin mətbuata verdiyi açıqlamada siz fikir verdinizsə girişdə belə bir fikir söylədi ki, biz hazırda Azərbaycanla regionda baş verən çox ciddi təhlükəsizlik problemləri ilə münaqişələrlə müşahidə olan bir mühitdə biz görüşürük. Və Azərbaycandan bugün təhlükəsizlik sahəsində olan əməkdaşlığa və dialoqa çox böyük ehtiyac var. Və burada siz görürsünüz ki, təkcə bu Azərbaycanın bu tranzit ölkə olaraq, enerji təsərrüfatı olaraq ölkə kimi yox, hətta Avropanın təhlükəsizliyin təmin olunmasında aparıcı bir ölkə olduğunu, aparıcı bir region olduğunu biz gördük. Və digər bir tərəfdə elə biz bəyannamənin özünə baxsaq görək ki, məsələn, Azərbaycanın sülh təşəbbüsünə, Azərbaycanın bugün sülh gündəliyinə nə qədər böyük önəm verir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın formalaşması təkcə Cənubi Qafqaz üçün yox, Avropa və Asiya üçün nə qədər ciddi əhəmiyyətə malik olduğu qeyd olunur. Ona görə də bütövlükdə yeni sözün o qədər burada mənaları var ki, ən böyük yeni sözün mənası da, semantik mənası da ondan ibarətdir ki, ilk dəfə idi Azərbaycanla Almaniya arasında əməkdaşlıq yeni bir müstəviyə qədəm qoyur. Elə bir imzalanan tərəfdaşlıq haqqının, tərəfdaşlığın inkişafı üçün strateji gündəlik haqqında bircə bəyannamə hər şeydən xəbər verir. Strateji sözü demirlər ki, bütün məsələlərə aydınlıq gətirir. Strateji odur ki, artıq Azərbaycanla Almaniya bir-birinə strateji tərəfdaş kimi baxırlar və qarşılarına qoyduğu hədəflər ki var, siz orada qeyd etdiyiniz kimi təkcə iqtisadi, ticari deyil, böyük bir alanda, böyük bir arealda həyata keçirmək istədikləri bura aiddir. Kənd təsərrüfatından tutmuş, Azərbaycan sənayesinin modernləşməsi, rəqəmsal, sənaye, yaşıl enerji, yaşıl enerjinin keçirdiyi ilə bağlı bütün müdafiə və təhlükəsizliklə bağlı olan birgə əməkdaşlıq haqqında verilən bu bəyanatlar əlbəttə ki, Azərbaycanın nə qədər Almaniya üçün önəm kəsb etdiyini, eyni zamanda təbii ki, Almaniya Azərbaycan üçün önəm kəsb etdiyini qeyd edir. Və cənab prezident çıxışında bir məsələyə də toxundu ki, Avropa İttifaqı kontekstində biz Almaniya münasibətlərimizi də qururuq. Və bugün Almaniya Avropa İttifaqının ən aparıcı söz sahibi olan ölkələrindən biri və birincisi olaraq məhz həmin o bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında prioritetlərin müəyyənləşməsi haqqında sazişin tezliklə imzalanmasını qeyd etməsi və Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlığa xüsusi önəm verilməsi və cənab prezident də çıxışının sonunda məhz Avropa İttifaqı ilə Azərbaycan arasında son 3 ayda bu yüksək səviyyəli heyətlərin mübadiləsi, Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfəri, Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri, əldə olunan razılıqlar, imzalanan sənədlər, Azərbaycanın Avropa üçün nə qədər əhəmiyyət kəsb etdiyini təkcə enerji sahəsində deyil, dediyim kimi təhlükəsizlik sahəsində nə qədər böyük bir əhəmiyyət kəsb etdiyini göstərdi. Ona görə də əlbəttə indi biz bizim müzakirələr boyunca digər məsələlərə də toxunacaq, amma bütövlükdə əlbəttə bizim üçün çox ciddi bir uğurdur. Azərbaycan prezidenti cənab İlham Əliyevin son təkcə bir ildə strateji münasibətlərin formalaşmasından bağlı dünyanın aparıcı ölkələri ilə, istər Çinlə olsun, istər ABŞ-la olsun, istərsə dediyim kimi Almaniya kimi böyük bir dövlətlə imzaladığı bu strateji sənədlər bir daha göstərir ki, doğrudan da Azərbaycan artıq kifayət qədər qəbul olunan, etimad göstərilən və əməkdaşlığa can atılan ölkədir və biz dəfələrlə qeyd etdiyimiz kimi artıq orta güc olaraq özünü bütün sahələrdə göstərir. Yəni